Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz. Biz sizinlə birlikdə 21-ci yüzilin qadını proqramındayıq. Əlbəttə ki, bilirsiniz ki, xüsusilə son 20 ildə demək olar ki, mən təqribi deyirəm əlbəttə ki, son 20 ildə Azərbaycanda qadınların inkişafı ilə bağlı həyata keçirilən müxtəlif çoxsaylı proqramlar, layihələr var ki, onun da nəticəsində bugün gerçəkdən Azərbaycan qadınları ən müxtəlif sahələrdə öz uğur hekayələrini yazmaqda davam edirlər və bu sevindiricidir əlbəttə ki, bugün bizim bir maraqlı müsahibimiz var. Özünü biznes sahəsində sınayan, təsdiqləyən Geek Holdingin təsisçi direktoru, həkim radioloq Günel Kranı dəvət etmişik və onunla söhbəti sizə təqdim edirik. Hər vaxtınız xeyir olsun Günel xanım, xoş gəlmisiniz. 21-ci əsrin iş qadını təqribən 10 il öncəki, 20 il öncəki iş qadınlarından nə ilə fərqlənir? İlk başda təşəkkür edirəm Mətənt xanım dəvətiniz üçün və belə bir efiri, belə bir verilişin olması bizim üçün çox önəmlidir. Hal-hazırda çünki qadınların inkişafında bu çox əhəmiyyətli bir rol oynayır. 21-ci əsrin iş qadını gerçəkdən bir 10 il geriyə keçdim. Mən keçmişimə döndüm, özümdən götürürəm. İllər öncəsində çox çətin idi qadınların inkişafı. Bu həm bizim təhsilimizlə bağlı, həm eyni zamanda indiki hal-hazırda sosial şəbəkələr yox idi və qadınların inkişafına bu çox böyük təsir göstərirdi. İllər öncə ilə indini qiyaslasaq əlbəttə ki, dövrümüz də elə bir keçid bir dövrdə yaşamışıq ki, biz əsrin dəyişən bir dövründə yaşamışam əslində. Mən özümdən götürürəm və indi yaşayan xanımların çoxunu götürürəm. Bizim dövrümüzdə birbaşa sosialın ən çox inkişaf elədiyi, internet, rəqəmsal texnologiyanın inkişaf elədiyi bir perioddur və bu bizə çox böyük təsir göstərdi. Əlbəttə, onunla bir yerdə qadınlara da və onların inkişafına da böyük təsir göstərdi. Hal-hazırdakı bu hər kəsə aid deyil, daha çox şəhərlərimizdə bu çox önəmli rol oynayır. Şəhərlərdə yaşayan xanımlarımızın inkişafı çox gözə çarpan dərəcədədir. Yəni demək istəyirsiniz ki, bölgələrdə nisbətən aşağıdır, amma onlar da cəhd edirlər ki, bir tərəfli inkişaf etsinlər və bizim kimi xanımların, mən özümdən götürürəm, daha çox biz xanımlara, bölgələrdə olan xanımlara dəstək olmağa çalışırıq birbaşa. Hansı formada Günel xanım? İllərdir, məni tanıyan xanımlar bilirlər, biz qadınların inkişafına, qızlarımızın inkişafına daha çox önəm veririk. Çünki bunların cəmiyyətdə formalaşması çox çətindir. Bizim qarşımıza çıxan maneələr kişilərdəkindən daha çoxdur. Şüşə tavan deyilən bir sistem var psixologiyada. 6 il psixologiyanı oxumuş kimi mən deyirəm bunu. Qadınlar əsasən kişilərdən fərqli tərəfi budur. Şüşə tavan o deməkdir ki, məsələn, kişilərin görmədiyi şeylərdə qadınların qarşısında sanki bir çəpər kimi çəkilir. Biz görürük, amma inkişaf edə bilmirik, gedə bilmirik bu yolu. Bunun üçün xarakterimizdə dəyişikliklər eləmək məcburiyyətində qalırıq, inkişafımızda, həyat tərzimizdə. Bu hamısı qadınlara çox təsir edir. Ən önəmlisidir. Təhsil çox önəmlidir. Təhsil çox önəmlidir. Bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif, yəni lazımlı, keyfiyyətli kurslara, təlimlərə qatılmaq, təhsili artırmaq. Elə onu qeyd elədim. Əsrin dəyişən bir dövründə yaşadığımıza görə biz sanki böyük bir keçid yaşamışıq, yəni bir 10 il müddətində və bu universitetlərin açılması və inkişaf eləməsi xanımlarımız üçün çox təqdirə dəstək oldu, böyük dəstək oldu. Əlbəttə ki, burada qeyd etmək lazımdır. Mən həmişə qeyd edirəm, gerçəkdən Azərbaycan dövləti son 30 ildən bəri mən bir jurnalist kimi bu hadisələrin bilavasitə iştirakçısı və müşahidəçisi olmuşam. O baxımdan da bunu xüsusilə qeyd etməyə özümə borc bilirəm ki, son 30 ildə, 95-ci ildən bəri Azərbaycan qadınlarının inkişafı istiqamətində dövlətin bir sıra çoxsaylı layihələr, proqramlar həyata keçiribdir. Əslində, bugünkü qadının, Azərbaycan qadının inkişafı həmin layihələrin, proqramın məntiqi nəticəsidir. 15 il öncə ilə müqayisəyə gəlməz dərəcədə artıb hətta bugünkü iş qadınlarının sayı. Bu baxımdan Günel xanım necə düşünür? Bugün Bakıda, Azərbaycanın müxtəlif bölgələrində iş qadını olmağın çətin tərəfləri nədir? Bu çox həm maraqlıdır, həm biraz çətindir mənim üçün cavab vermək bunu. Qeyd elədiyim kimi biz bu xanımların inkişafında yəqin ki, bunu demək mənim üçün çox qürur verici bir haldır. Artıq 8 ildən yuxarıdır ki, qadınların maarifləndirməsinə görə sosial layihələr edirik biz və bu xalqa açıq böyük layihələrdir. Hansı ki, bütün xanımlarımız tam ödənişsiz və müstəqil şəkildə layihələrimizə qatılırlar. Nə gözəl. Bunlar həm qapalı, həm açıq şəkildədir. Heydər Əliyevin 100 illiyinə həsr eləmiş mənim 3 böyük sosial maarifləndirici layihəm var ki, xalqa açıq formada etdik biz bunu Park Bulvarda və bütün qadınların ora gəlməsini mən istədim ki, gəldilər və burada biz onlara maarifləndirici təhsil tərəflərini yönləndirdik. Yəni oradan sonrasında xanımlar
bir çox həkimlər tərəfindən olduğuna görə sağlıq sektorunda daha çox. Sonrasında təhsil sektorunda iştirak edən mənim digər dostlarım oldu. Yəni bu şəkildə onların inkişafına təsir göstərdik. Nədən? Çünki eyni maneələri biz də inkişafımızda görmüşük. Və təhsildə təcrübədən çıxış edirsiniz. Bəli, təcrübədən dolayı çıxış edirəm. Məsələn, bizim aldığımız universitet təhsilimizin hal-hazırdakı universitet təhsilindən çox-çox fərqlidir. Baxmayaraq eyni respublikada bu normal bir şeydir. Əlbəttə. Bu doğallıqdır. Yenə qeyd edirəm. Burada internetin və yüksək səviyyədə rəqəmsal texnologiyanın inkişafına bağlı olaraqdan götürürəm mən. Və mənim ən böyük düşüncə tərzim odur ki, bir ailədə Hacı Zeynalabdin Tağıyevin sözüdür. Deyir, bir ailədə bir qadına, bir oğula təhsil versən, bir ailəni qurtarmış olursan. Amma bir qadına təhsil versən, bir nəsil qurtarmış olursan. Qadının təhsil alması və cəmiyyətdə mövqeyini tutması bu çox önəmlidir və bu təhsilə bağlıdır. Yəni iş qadını olmağın ən çətin tərəfləri təhsil almaq. Təhsilsizlik. Təhsil almaq bizim ölkədə çox çətin məsələdir. Çünki ailələr çox mane olurlar buna və biraz da daha maarif. Siz maarifləndirmə proqramları həyata keçirdiyiniz üçün bunları görmüsünüz yəni. Daha çox harda rast gəlirsiniz? Daha çox yenə qeyd edirəm. Bölgələrdənmi, yoxsa Bakının kəndlərində əsasən? Bakının kəndlərində də bilirsiniz, biz Azərbaycan deyəndə Bakını nəzərdə tutur hamı. Bu Bakı demək deyil. Biz Bakı deyil, bütün rayonlarımızı da nəzərə almalıyıq. Rayonlarda təhsil çox aşağı səviyyədədir. Bu bizim üçün çox önəmli bir faktordur. Səhiyyə də eyni şəkildə. Maarifləndirmə tədbirlərimizin daha çox önəmli tərəfi bundan ibarət. Aydındır, aydındır. Əlbəttə ki, nəyə görə bölgələrdə, Bakıdan kənarlarda təhsilin səviyyəsinin aşağı olması qənaətə gəlmişik. Artıq bu başqa müsahibin və başqa proqram mövzusudur. Ona görə də mən yenə də bugünün qadının, iş qadının həyatı ilə bağlı sual verəcəm sizə. Məsələn, bir iş qadını kimi sizin düşüncəniz maraqlıdır. Bugünün inkişaf etmiş, intellekti, dünya görüşü, biliyi, quruculuğu, savadı özünü təsdiq etməsi ilə bağlı Azərbaycan qadınının mövqeyi sizi qane edirmi? Yəni Azərbaycan qadının bugün ən müxtəlif sahələrdə, deyək ki, sahibkarlıqdan tutmuş, dövlət siyasətindən tutmuş, intellektə qədər, dünya görüşünə qədər. Bax, bu istiqamətlərdə Azərbaycan qadınının sərgilədiyi mövqe sizi qane edirmi? Mən ilk başda təşəkkür etmək istəyirəm prezidentimiz və birinci vitse-prezidentimiz Mehriban Əliyevaya və İlham Əliyevə. Nədən? Çünki biz xanımların, sahibkar xanımların inkişafında çox böyük dəstək olub. Keçən illə və bir neçə il öncə ilə, yəni 3-4 il mən çox demirəm. İndiki inkişafımıza baxsa 60%-dən yuxarıdır qadın liderləri. Və bunlar həm iş sahəsindədirlər, istənilən sahələrdə qadınlar çox inkişaf ediblər. Və bu inandırım sizi ki, biz məsələn zəif xanımlar deyirlər, qadınlar isə zəif deyirlər. Qadınlar zərif xanımlardılar. Biz incə yanaşırıq hər şeyə, çox detalçıyıq xanımlar olaraq və inkişafda çox sürətli qalxmağı sevirik. Və xanımların ən başlıca tərəflərində mane olan tərəflərdən bir mane deməyim, yükünü deyim. Bunlar həm ailədə anadılar, həm işdə iş qadınıdılar və bu tərəfdən çətinlikləri var. Biraz öncə qeyd elədiniz ki, təhsil məsələsi çox önəmli rol oynayır qadın inkişafında. Haqlı olaraq, təbii ki, dəstəklənəsi bir fikirdir. Amma eyni zamanda indi qeyd elədiniz ki, qadının üzərində çox böyük yük var. Çində çox böyük, həm ailənin, övladın, həm belə deyək, bir nəslin bacıdır, övladdır, anadır, ən müxtəlif sahələr və eyni zamanda quruculuq, iş qurur, işçiləri idarə edir. Yəni, bu qadın üçün, zərif çiyinlər üçün böyük yükdür. Bəli. Qadın hədsiz inkişaf etdikdə, yükünə hədsiz yük götürdükdə ailənin üstün zədələnməsi baş verirmi? Sizin qənaətiniz nədən ibarətdir? Mən belə bir qadınlarla çox işləyən bir həkim kimi danışacağım indi hal-hazırda. Nədən? Xanımlarda özgüvən həddindən artıq çox inkişaf edib indi. Bu özgüvəni verən yol nədən ibarətdir? Biz məsələn öz maddi tərəfimizi qazandığımızda, yəni əlimizə pul gəldikdə, qadın artıq öz ayaqları üstündə durduğunda düşünür ki, heç bir şeyə ehtiyacı yoxdur. Bu çox yanlış bir fikirdir. Çünki o çox yaxşı bir şeydir ki, özgüvənli xanımlardılar. Əlbəttə. O çox gözəl bir duyğudur. Burada əsla yanılmıram. Amma yanlış bir tərəf ondan ibarətdir ki, qadın artıq qazancını əldə etdikdə heç kimə ehtiyacım yoxdur dediyində ailəsi sarsılır. Bax, bu belə bir məsələ var. Ailəsi sarsılır və bu fakt çox təəssüf ki, bugün var. Yəni siz də etiraf edirsiniz. Bəli, etiraf edirəm. Həqiqəti demək lazımdır, mənə elə gəlir ki. Onu demək istəyirdim. Finliyinə asılı olmayaraq. Yəni, indi hal-hazırda mən qadınlarımızın hər birinə deyirəm.
Birinci növbədə öz ayağınızın üstündə durun, özgüvənli olun və qazanın, qazandırmağa çalışın. Amma ailə başqa bir şeydir. Siz artıq evdən içəri girdiyinizdə anasınız və yaxud da ki, həyat yoldaşısınız və çalışın ailənizə uyum sağlayın. Çünki yenə qeyd edirəm, inkişaf etmiş bütün ölkələrin çoxunda, eyni zamanda Azərbaycanda da biz siyasətçilərə baxsaq, iş adamlarına baxsaq, bir çoxu ailəlidirlər. Ailən əgər möhkəm və dayanıqlıdırsa, bu sizin uzun sürən iş həyatınızın deməlidir və iş həyatınızda da eyni zamanda başarılı olursunuz. Yəni, bu mənim özümün apardığım bir xronoloji və insanlarda diqqət elədiyim bir önəmli bir tərəfdir. Və əgər bir iş həyatından da deyəcəm mən sizə, iş həyatımda daha çox, məsələn, mən çalışıram qadınlarla işləməyim, çox açıq deyəcəm burada. Niyə? Səbəb maraqlıdır. Pasientlərim qadınlar olsa da, ki, qadınlarla çox gözəl bir ünsiyyətim var mənim. Amma bizdə bilirsiniz necədir? Qadınlarımız yenə deyirəm, pul qazana bilərlər. Onlar həmən ailəni itirirlər. Nədən itirirlər? Çünki ailə dəstəyini az görürlər. Bizdə hələ o mentalitet tam olaraq formalaşmayıb deyə. Yəni bunu başa salmaq, bunu inkişaf elətdirmək biraz uzun zaman alacaq. Çünki yenə deyirəm, bu bir çoxları rayon və kənd tərzi olduğuna görə adətən nənələrimizə o çox böyük təsir göstərir. Qadın qapalı olmalıdır, qadın kənara çıxmamalıdır, qadın lider olmamalıdır, qadın olmamalıdır, qadın pul qazanmamalıdır ki, belə böyüdülür. Xüsusilə son illər belə bir fikir formalaşıb ki, sanki qadın pul qazananda, işi böyüyəndə, inkişaf edəndə onun ailəsinə, ailə möhkəmliyinə zərərdir, ailə dağılır. Onu da o qadının və kişinin, uşağın, yəni evdən, kiçiklikdən qızla oğlanın beyninə onu yeridirlər ki, bu belə asla elə olmamalıdır. Qadın artıq özgüvəni qurmalıdır. Özgüvənli bir qadının özgüvənli bir övladı dünyaya gələcəkdir və onu elə böyüdüb yetişdirəcək və özgüvənli bir ailəsi olacaqdır. Gülay xanım, gender bərabərliyi deyilən bir anlayış var. Təbii ki, uzun illərdir Azərbaycanda Milli Məclisdə qanunvericilik aktı kimi qəbul olunubdur. Səhv etmirəmsə 2000-ci illərdə təqribən mənim yadımdadır. Onda biz hamımız çox gənc idik. Bəli, biz çox gənc idik. 2005-ci illərdə təxminən gender bərabərliyi haqqında qanun qəbul olundu. Və o vaxtdan sonra da insafən demək olar ki, Azərbaycan qadınları üçün, qızlarımız üçün, oxumaq üçün, işləmək üçün çox geniş qapılar açıldı. Mən hesab edirəm ki, o gender bərabərliyi həm qanunvericiliyin olması, həm ölkə rəhbərliyinin yaratdığı şərait, həm bəlkə zaman, qloballaşma, əlbəttə ki, biz dünyaya inteqrasiya edirik. Azərbaycan dünyanın bir parçasıdır. Bu inteqrasiyadan kənarda qala bilmirik. O baxımdan da bəli, etiraf etmək lazımdır ki, qızlarımızın, qadınlarımızın qarşısında bəli, gözəl, geniş bir üfüq açılıbdır. Amma siz necə düşünürsünüz? Bax, o dediyimiz gender bərabərliyi, qadın-kişi bərabərliyi cəmiyyət tərəfindən fərqi yoxdur. Mən cinsi ayırmıram qadın tərəfindən, kişi tərəfindən. Bütövlükdə cəmiyyət tərəfindən doğru anlaşılırmı, başa düşülürmü? Çox təəssüflər olsun ki, gender bərabərliyi deyəndə həmişə kişinin üstünlüyünü tuturlar. Bilirsiniz, bu estrogen testosteron, həkim tərəfimə keçim. Estrogen testosteron hormon fərqinə görədir hər zaman və qadınlarda testosteronu güclü olan qadınlar var ki, kişi hormonlarının yüksək olduğu və bunlar gender bərabərliyi, mən özümün bir kişi rolu isə əslində elə bir şey deyil. Qadın qadın kimi də öz gücünü göstərə bilər, öz fəaliyyətini davam elətdirə bilər, kişi də kişi kimi öz fəaliyyətini davam elətdirə bilər. Və bu gender bərabərliyini həmişə deyəndə mən çox istəyirəm ki, düzgün başa düşsünlər. Həm kişi, həm qadın eyni hüquqa malikdirlər. Yəni mən hansı hüquqa malikəmsə cəmiyyətdə, kişi də o hüquqa malikdir. Yəni mən lider ola bilirəmsə ki, hal-hazırda mən məsələn Geek Holdingin təsisçi direktoruyam, Gevo Medicalın təsisçi direktoruyam. Bir tərəfdə valideynlərimlə, digər tərəfdə həyat yoldaşımla çalışıram və bizim işimizdə anamdan başqa qadın çalışanımız yoxdur. Anam da mənim üçün dəstəyimdə, ona görə yanımdadır hər zaman. Yəni bizim müşavirlərimiz, məsələn, oturanların hamısı 7 nəfər bizdə holdingdə əsas oturan müşavirlərimiz var. 7-si də kişidir. Nədən? Amma burasını mən deyəcəm, bu gender bərabərliyi deyil. Qadınla və kişinin hüquqlarını eyni götürürəm və biz masada əyləşəndə, məsələn, tək mən qadın və hamısı kişi olduğu halda, mən onlarla bir səviyyədə oluram. Anladınız mı nə demək sizə? Bu psixoloji bir baskı və psixoloji bir yönetim kurulu deməkdir. Amma biz cəmiyyətimizin dışına çıxanda qadın ayrıdır, kişi ayrıdır. Yəni onların hüquqları fərqli olur. Bu münasibətdə fərqlidir. Mən hər zaman bunu qeyd edirəm. Nədən qadınlarla iş həyatında çalışmıram, burasını deyim. Mən onu soruşacaqdım. Biraz öncə qeyd elədiniz. Hamıya çox maraqlıdır ki, niyə sizdə yoxdur? Alt təbəqə, altda var. Məsələn, ilk mənim görüşdüyüm ilk insanlardan yoxdur. Çünki mən heç bir şəkildə qadının kaprizlərini çəkə biləcək tərzdə insan deyiləm. Nədən? Çünki bizim bilirsiniz necədir? Az öncə qeyd elədiyim kimi, xanımlara azcıq özgüvənli olduqlarına görə, yəni para qazandıqdan sonra o özgüvən ki onlara gəlir ha, inanılmaz dərəcədə çox problem yaradırlar. Amma kişilərdə bu yoxdur.
Bu biraz ailə tərəfinə də bağlı ola bilər ki, mən niyə bu mövzuya daha çox tepki eləmək istəyirəm. Ailədən gələn dəstək qadına çox önəmlidir. Hər zaman onu qeyd edirəm. Biz əgər bir qadını işə götürürüksə, mütləq şəkildə ailəsinin düzgün olmasına yönəlirik. Əgər mən birinci sualım odur. Sənin ailəndə bir problem yoxdur ki, əzizim. Əgər ailəsində hər hansı bir problem yaşayırsa, o işçi ilə çalışmaq mümkün deyil. O qadınla da çalışmaq mümkün Maraqlıdır. deyil. O kişi ilə də çalışmaq Yəni mümkün deyil. iş yerinə təsir edir, onun əmək fəaliyyətinə təsir edir. Bax, gender bərabərliyini buradan götürmək lazımdır əslində. Təşəkkür edirəm. Çox sağ olun Günel xanım. Var olasınız. Beləliklə iş qadını Günel xanım Kran idi bizim müsahibimiz. Növbəti proqramlarda görüşmək ümidi ilə salamat qalın.